Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de hemmə ba'd. Davam edirik Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvəhhab rahimahullahın risaləsini və bu gün də 39-cu dərsdir. Edir ki, müəllif rahimahullah Gazvatul Mu'tə, yəni Mu'tə yürüşü. ثم دخل السنة الثامنة فكانت فيها غزوة مؤتة وسببها أن رسول الله صلى الله عليه وسلم بعث الحارس ibn Umeyr. Sonra deyir, hicrətin 8-ci ili daxil oldu və həmin ildə Mu'tə adlı yürüş baş vermişdi və bunun da səbəbi Allah Resulü sallallahu aleyhi ve sellem Haris ibn Umeyri öz məktubu ilə Rumun padşahı olan Heraklə göndərmişdi və yaxud Busrəyə göndərmişdi. Fə'aradə ləhu Şurahbil ibn Amr əl-Ghassani fəqətələhu. Və onun qarşısına, yəni bu Allah Rəsulunun elçisinin qarşısına Şurahbil ibn Amr əl-Ghassani çıxır və öldürür onu. Və ləm yuqtəlli Rasulillahi sallallahu aleyhi ve sellem rasulun qayruhu. Və bundan savayı, yəni bu rəsuldan, bu elçidən savayı Allah Rəsulü sallallahu aleyhi ve sellemin bir elçisi indiyə qədər öldürülməmişdi. Fəştəddə zəlikə aleyhi və bu da ona ağır gəldi. Fəbə'səl bu'us, ona görə bir toplu, bir ordu toplayır. Və istə'mələ aleyhim Zeyd ibn Harisə və onların üzərində əmir təyin edir Zeyd ibn Harisəni. Və qalə in usibə Zeyd fəcəfər ibn Əbi Talib alən-nəs və in usibə Cəfər fə Abdullah ibn Rəvahə. Və deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm tapşırır ki, əgər Zeyd ibn Harisəyə nəsə olsa, o zaman yəni insanların üzərinə, yəni toplunun, qoşunun üzərinə Cəfər ibn Əbu Talib əmirlik edəcək. Əgər onun da başına nəsə gəlsə, o zaman Abdullah ibn Rəvahə. Fətəcəhhəzu və hum sələsə ələf. Və deyir, hazırlaşırlar yürüş üçün. 3000 toplanır. Fələmmə hədərə xurucuhum vəddə ən-nəs umərə Rasulillahi sallallahu aleyhi ve sellem və səlləmu aleyhim. Və çıxış zamanı gələndə ki, getməlidirlər artıq. İnsanlar vidalaşırlar. Allah Resulü sallallahu aleyhi ve sellemin əmirləri ilə salamlayırlar onları, yəni yola salırlar. Fəbəkə Abdullah ibn Rəvahə, Abdullah ibn Rəvahə o zaman ağlayır. Fəqalu mə yubkikə və deyirlər ki, soruşurlar, səni ağladan nə oldu? Fəqalə əmə vallahi mə bi hubbud dunya və lə sabbəbə bikum. Allah and olsun ki, nə dünya sevgisi, nə də sizə çoxlu bir, şiddətli bir bağlılığım var. Və ləkinni səmiyyətu Rasulillahi sallallahu aleyhi ve sellem yəqrəu əyə min kitabillahi. Lakin məndir Resulullahın sallallahu aleyhi ve sellemin Allahın kitabından bu ayəni oxuduğunu gördüm və orada deyir, cəhənnəmi xatırladır və oxuyur Məryəm surəsi 71-ci ayəni, deyir ki, və in minkum illə variduhə kənə alə rabbikə hətmən məqdiyyə. Yəni, sizlərdən elə birisi olmayacaq ki, ora varid olmasın, yəni cəhənnəmdən söhbət gedir. Və kənə alə rabbikə hətmən məqdiyyə. Və bu deyir, Rəbbinin, yəni ötəndən qoyduğu bir qanun qərardır. Və ləstu ədri keyfəli bis sudur ba'dəl vurud. Və mən də deyir, bilmirəm ki, ora varid olandan sonra oradan çıxacağam mı? Fəqaləl muslimun sahibəkumullah və dəfə ankum və raddakum ileynə salihin. Və müsəlmanlar yola salaraq deyirlər ki, Allah sizinlə bərabər olsun və sizi qorusun və sizi bizə yəni sağ-salamat qaytarsın. O zaman Abdullah ibn Rəvahə, yəni Abdullah ibn Rəvahə artıq canı oradadır, yəni fikri oradadır ki, yəni gedirəm, bir yolluqdur, yəni şəhid olacam, bir də dönməyəcəm. Ona görə bu şeiri oxuyur. Ləkinnəni əsəlur rəhmənə məğfirə və zarbətə zəti fər'in təqzəfu zəbədə أو طعنة بيد حران مجهزة بحربة تنفذ الأحشاء والكبدة حتى يقال إذا مروا على جدسي
Ya ərşədəllahu mən qazə və qad raşədə. Və təxmini bunun mənası budur ki, deyir ki, lakin deyir, mən Rəhməndən, Allahdan məğfirət diləyirəm və o qığılcım saçan deyir, yəni qılıncın zərbəsini diləyirəm, dəlib ki, dərindən bir zərbə, yəni ölüm diləyir də, yəni şəhadət diləyir. Və ya susamış döyüşçünün bir yəni nizəsinin vuruşundan ki, insanlar deyir, qəbrimin yanından keçərkən belə desinlər. Allah bu qaziyə doğru yolu göstərdi, o da doğru yola yönəldi. Yəni, təxmini şeirin mənası budur. Thumma mədə həttə nəzəlu mə'ən. Sonra çıxırlar yürüşə, gəlib çıxırlar Mə'an adlı yerə. Fəbələğəhum ənə Həraklə bil-Bəlqa. Və onlara xəbər çatır ki, Hərakl Bəlqa adlı yerdədir və ətrafında 100.000 rumlu toplayıb. وَانْضَمَّ إِلَيْهِمْ مِنَ اللَّحْمِ وَجُزَامِ وَبَلِي وَغَيْرِهِمْ. Və ətrafına ondan əlavə Ləxm, Cüzəm və Bəli və digər qəbilələrdən, yəni ərəb qəbilələrindən bir 100.000 də toplanıb. فَأَقَامُوا لَيْلَتَيْنِ يَنْظُرُونَ فِي أَمْرِهِمْ. Bunlar 3.000 nəfərdir. Ona görə deyir, 2 gecə qaldılar orada məşvərət eləməyə. Ondan sonra dedilər ki, nəktubu ilə Rasulillah sallallahu aleyhi ve sellem, biz Allah Resulü sallallahu aleyhi ve sellemə məktub yazaq, xəbər verək bu haqda. Yəni, bunların çoxluğu barəsində. وَإِمَّ أَنْ يَمُدَّنَا وَإِمَّ أَنْ يَأْمُرَنَا بِأَمْرِهِ. Ya deyir, bizə deyir, qoşun göndərsin, yardım göndərsin və yaxud hansısa bir əmri bizə əmr etsin, yəni, geri mi dönək və yaxud nəsə edək. Fəşəccəəhum Abdullah ibn Rəvahə. Abdullah ibn Rəvahə isə bunları yəni həvəsləndirərək deyirdi ki, Vallahi innəlləzi təkrahunə lilləzinə xaractum tatlubunə şəhədə. Allah and olsun, neydən ki siz deyir, ikrah edirsiniz, qorxursunuz, məhz onun üçün çıxmışdınız, yəni şəhadəti istəyirdiniz. Yəni şəhadət, şəhid olmağı yəni. وَمَا نُقَاتِلُ النَّاسِ بِقُوَّةٍ وَلَا كَسْرَةٍ. Və biz isə deyir, insanlarla deyir, nə gücümüzə görə, nə çoxluğumuza görə deyir, döyüşmürük. وَمَا نُقَاتِلُهُمْ إِلَّا بِهَذَا الدِّينِ الَّذِي أَكْرَمَنَ اللّٰهُ بِهِ. Biz yalnız Allahın bu dini üçün, hansı ki bizi bu dindən şərəfləndirmişdir, bunun üçün döyüşürük. فَامْتَلِقُوا فَإِنَّمَا هِيَ إِحْدَى الْحُسْنِيَيْنِ إِمَّا زَفَرْ وَإِمَّا شَهَادَ. Elə isə deyir, irəli gedin, çünki bu iki yaxşılıqdan biridir. İki gözəllikdən biridir. Ya deyir, zəfər çalacaqsınız, ya da ki, şəhid olacaqsınız. Fəmədən nəs həttə izə kənu bituxumul bəlqa ləqiyyəthumul cumu. Gəlirlər, çatırlar, yəni bəlqa yerin, yəni ətrafına, sərhədinə. Onları deyir, toplular, hələ ki, kütlələr qarşılayır. Fənhəzəl muslimuna ilə mu'tə. Və müsəlmanlar deyir, sıyrılırlar mu'tə deyilən yerə tərəf. Thumma iqtatalu indəhə. Sonra orada yəni döyüş başlayır. Orada döyüşürlər. Varaya fi yedi Zeydin. O zaman deyir, yəni bayraq deyir, Zeyd ibn Hərisənin əlində olur. Fələm yəzəl yuqatil bihə həttə şətə fi raməhil qovm. O bayraqla deyir, o vaxta qədər deyir, döyüşür ki, ta ki deyir, nizələrlə paramparça olur. Yəni, düşmənin nizələri ilə. Fəəxəzəhə Cəfər fəqatələ bihə. Ondan sonra Cəfər götürür bayrağı və onunla döyüşür. Hətta izə ərhəqəhu əl-qitəl. Görür ki, artıq yəni atın üzərində deyir, ağırdır, hərəkət etmək. Düşür atından və atı yüngülcə yaralayır ki, ələ keçməsin. Sümmə qatələ hətta qutiət yeminuhu. Sonra deyir, döyüşür, ta ki deyir, sağ əli deyir, kəsilənə qədər. Ondan sonra götürür bayrağı sol əlinə və döyüşür, sol əlini də itirir. Və bayrağı bu cür qucaqlayaraq ölür. 33 yaşında radiyallahu anh. Sümmə əxəzə Abdullah ibn Rəvahə fətəqəddəmə bihə. Ondan sonra Abdullah ibn Rəvahə götürür bayrağı və irəliyə gedir. Və huvə alə fərəsihi və atının üzərində şeir deyərək fəyəstənzilu
nəfsəhu, nəfsini, yəni alçaldaraq, endirərək, yəni basaraq da nəfsinə sanki bu şeiri deyir. Əqsəmə billəh, uqsimu billahi Lətunəzzilənə o lətəkrahunnə. And içirəm Allaha ki, ya sən deyir, özün enəcəksən, ya dir məcburi, ya da öz xoşundan. Nəfsinə deyir də, öz nəfsinə. Ya talimən qad kunti mutmainnə. Nə uzun müddətdir ki, sən deyir, sakinlikdə, yəni rahatlıqdadır yaşadın. İn əcləbən nəs və şuddurinə məli əraqə təkrəhinəl cənnə. Yəni, insanlar deyir, fəryad, qışqırıq edəndə, hücum edəndə sənə nə olub ki, sən deyir, yəni cənnətə girməkdən deyir, xoşlanmırsan. Şeirin mənasıdır. Və həmçinin deyir ki, ya nəfsi in ləm tuqatili təmuti, ey nəfsim, əgər deyir, döyüşməsən, deyir, indi də döyüşməsən, onsuz da deyir, öləcəksən. Burada ölməsən də, onsuz da öləcəksən. Və budur deyir, yəni onun məqamıdır. Yəni ölüm məqamıdır. Və mə təmənneyti qad uğtiti. Nəyi ki arzulayırdın, artıq sənin üçün yetişib. İn təfəli fəaleyhimə huditi. Əgər bunu etsən, sən də deyir, onlar kimi, o iki nəfər kimi, yəni bundan qabaqçılar deyir, Zeydlə Cəfəri. Sən də onlar kimi hidayət olunacaqsın. Thumma nəzələ fəətəhu fənədəhu İbn Am ləhu bi irqin min ləhim. Sonra deyir, düşür və əmsi oğlu deyir, ona yaxınlaşır, çağırır və bir parça ət verir ona ki, gəlir, yəni çətinlikdə olmusan, yəni güc toparla bu ilə, bunu güc toparla. Fi innəkə ləqitə fi əyyəmikə həziyi mə ləqitə. Yəni bu günlərdə sən deyir, çox çətinliklərlə üzləşdin. Fəəxəzəhə fəntəhəsə minhə nəhsətən. Thumma səmiyyəl hutamətə fi nəhiyyətin nəs fəqalə və əntə fi dünya. Götürür ondan bir parça, yəni bir tikə qopardır. Sonra eşidir, yəni hayküy, uzaqdan insanların hayküyü, yəni düşmənlərin yaxınlaşması. Və qayıdır özünə deyir ki, və əntə fi dünya, sən hələ də dünyadasan, fəəlqahə min yedihi, atır ətidir əlindən, və təqaddəmə fəqatələ həttə qutil. Və hücuma keçir, döyüşür, öldürülənə qədər. Thumma əxəzər raya Xalid ibn Valid. Ondan sonra bayrağı Xalid ibn Valid götürür. Fədəfəl qovmə və xəşə bihim thumman həzu və nsarafən nəs. Və deyir, qövmü deyir, müdafiə taktikasına keçir, yəni müdafiə edərək, yayındıraraq qaçır, insanlar da deyir, yayınırlar. Və qali İbn Ömər vəcədnə mə beynə sadr Cəfər və mənkəbihi və mə əqbələ minhu tis'inə cərahətən. Və necə ki, hadisəni danışanlardan biri İbn Ömər deyir ki, biz deyir, Cəfərin deyir, sinəsindən deyir, çiyinlərinə qədər, qabaq tərəfindən deyir, 90 deyir, yara, yəni 90 yara izi saydıq. Həmçinin deyir, və qalə Zeyd ibn Ərqam kuntu yetimən li Abdullah ibn Ravahə. Mən deyir, yəni Abdullah ibn Ravahənin öhdəsində olan bir yetim idim, Zeyd ibn Ərqam deyir. Fəxarəcə bi fi səfəri hizəlik. Və bu səfərimizdə, yəni bir yerdə çıxmışdıq, mənə deyir, tərkini almışdı heyvanının. Fə vallahi ənəhu liyəsiru zəti leylətin və Allaha and olsun ki, o gecələrdən birində deyir, gedərək, yəni mən eşidirdim ki, o bu cürdən oxuyur. Yəni şeir deyir də, yəni şeirin mənası izə əddəytəni, yəni şeirin mənası odur ki, özü üçün elə bil ki, öz miniyinə deyir ki, məni filan yerə çatdırdın, yəni mənasının xülasasını deyirəm də, yəni. Xülasa ondan ibarətdir ki, yəni mən gəldiyim yerdən öz əhlimə dönən deyiləm. Yəni burada qalıb şəhid olacağam Allah üçün. Yəni təxmini belə bir şeylər deyir. Və deyir, mənim üçün yəni xurma bağları, tarlalar bu şeylər deyir, maraqlandırmır. Və o zaman yəni bu şeyləri eşidərək şeirindən deyir ki, fəbəkitu. Mən deyir, ağladım. Zeyd ibn Ərqam deyir. Fəxafəqani bisud. O da mənə deyir, yəni qamçı ilə yüngülvarı deyir, vurdu və dedi ki, ey yaramaz. Nə olub sənə deyir. İstəyirsən ki, yəni istəmirsənmi ki, Allah mənə deyir, şəhidliyidir, bəxş etsin.
və sən də deyir sağ-salamat deyir evinə qayıdasan. Və bundan sonra nə qədərdir? Yanıq inşallah burada. Bundan sonra gəlir Qazvatul Fəthil Əzam, yəni böyük fəth yürüşü. İnşallah bunu da gələn dəfə davam edərik. Subhanallah, həmdək, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk.